Salam dostlar. Bugün istəyirəm sizə maraqlı bir maqnezium haqqında məlumatı verəm. Hansı ki, içib nəticəsini almışam. Demək, uzun müddət idi mən həmişə başım ağrıyırdı. Yuxudan başım həmişə ağrılı halda durmuşam. Ümumiyyətlə hər gün başımda küt ağrılar olurdu. Bu maqnezium H2 premiumu qəbul edəndən sonra artıq sabahlarımı çox xoş əhval-ruhiyyə ilə açıram. Nəyə görə? Çünki artıq baş ağrım yoxdur. Çünki təzyiqim stabilləşib. Aşağı təzyiqli insan olmuşam, 90, 60, 90-50 ilə yaşamışam. Ona görə həmişə başımda ağrılar olurdu. Bax, bu maqnezium H2 premium artıq mənim təzyiqimi stabil 115-75-ə qaldırıb. Bu çox məndən ötəri uğurlu bir nəticədir. Həmçinin əhval-ruhiyyəm yaxşılaşıb, yuxum stabilləşibdir. Bax, hər birinizə belə bir maqnezium H2 premiumu təklif edirəm. Çünki bu tək təzyiqi düzəltmir, aşağı salmır, yüksək təzyiqi normallaşdırır, yəni aşağı səviyyə salır, stabilləşdirir, aşağı təzyiqi də yuxarı qaldırır. Bununla bərabər orqanizmin çox şeylərinə xeyirdir. Hələlik vaxt sizə məlumat verirəm, sağ olun.